Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində Qarabağ məsələsi, eləcə də ölkəsinin son illərdəki siyasi kursu barədə danışıb. Gündəm xəbər müsavatı istinadən xəbər verir ki, müsahibənin gedişində jurnalistin "Bu demək ki, siz güzəştə gedirsiniz" sualı Nikolu özündən çıxardıb. O bu suala sərt reaksiya göstərib. Paşinyan Ermənistanın heç nədə güzəştə getmədiyini iddia eləyib. Bir dəqiqə, siz hansı güzəştlərdən danışırsınız? Biz nədə güzəştə getmişik? Heç nədə. Qarabağ məsələsi. Dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıbmı? Yaxud Kiranz əski para məsələsi. Biz nəyi güzəştə getmişik? Heç nəyə. Elə real Ermənistan tezisimizdə bunun üzərində qurulub deyə Paşinyan cavabında bildirib. Baş nazir qeyd edib ki, Ermənistanın son illərdə yaşadığı itkiləri inkar eləmir, lakin bununla yanaşı bəzi əhəmiyyətli qazanc və dərslər də əldə edib. Onun fikrincə, əvvəlki illərdə o, hakimiyyətə gəlməzdən öncə ölkə suverenliyini, dövlətçiliyini və müstəqilliyini əldən verirdi. Bəli, itkilərimiz oldu. Mən uzun müddət düşündüm. Niyə bizim oğullarımız həlak oldu? Mən bu sualın cavabını çox götür-qoy elədim və belə nəticəyə gəldim. Onlar bizim müstəqilliyimiz uğrunda şəhid oldular.